İnsanın ayaq izlərinin tarixi əhəmiyyəti. İnsan yaranandan ayaq izlərinə qarşı böyük maraq olmuşdur. Hal-hazırki dövrlərdə də ayaq izlərinə böyük ehtiramla yanaşılır. Buddanın ayaq izləri. Məhəmməd Peyğəmbərin Allahın salavatı və salamı olsun. Ayaq izi. Bəzi xalqlarda hörmət, minnətdarlıq, itaət əlaməti olaraq ayaqlara toxunmaq, onların öpülməsi yaxud yuyulması kimi qədim adətlər hələ də qorunub saxlanılır. Məsələn, Hindistanda ayaqlara toxunmaq hörmət əlamətidir. 16-cı Papa Benedikt itaət əlaməti kimi müqəddəs qardaşların ayaqlarını yuyur. Futbolçu hücumçunun vurduğu qola görə minnətdarlıq əlaməti olaraq ayağını öpür. Qədim zamanlarda insanın və heyvanların izlərinin müəyyən edilməsi bir mədəniyyət kimi yayılırdı və nəsildən nəslə keçirdi. İnsanın ayaq izinin tətbiqi və qeyd edilməsi üzrə kriminalist biliklərin və praktikanın formalaşmasının ilkin nümunələri iz axtaranların fəaliyyəti olmuşdur, hansılar ki, cinayətkarların axtarışı üçün cəlb olunmuşlar. İz axtaranlar tayfası qaçaqları axtaran zaman. Manu qanununda deyilir ki, ovçu qan damcıları ilə heyvanı axtaran kimi, çar da cinayətin izlərini aşkar etməlidir. 1892-ci ildə Hans Gross ilk dəfə göstərmişdir ki, ayaqqabı izi, ayaqqabı atlığı haqqında məlumatlarla yanaşı, insanın hərəkətləri barədə də məlumat verir. Məsələn, əgər addımın bir dönmə bucağı o birindən kiçikdirsə, bu o deməkdir ki, şübhəli şəxs axsayır. İnsanın ayaq izlərin qeyd edilməsi və götürülməsinin ilkin təşəbbüsü. 1839-cu ildə fotoaparatın kəşfi cinayətkar tərəfindən hadisə yerində qoyulmuş ayaq izlərinin şəklini çəkməyə imkan yaratdı. İlk fotoaparatlardan biri. 1850-ci ildə Toulon eskadronun əcraçısı Fransız Gugulen ayaq izini ərimiş stiyarinin köməyi ilə qeyd edilməsinin yolunu icad etmişdir. Lakin bu üsul olduqca mürəkkəb idi. 1867-ci ildə Kazak qoşununun həkimi Borxman ayaq izini gips məhlulunun köməyi ilə qeyd edilməsi yolunu icad etmişdir. Gips məhlulu kriminalistikada bugün də istifadə edilir. Silikon pastasının yaranması 1789-cu ilə aiddir və Antoine Lavoisier'in adı ilə bağlıdır. 1901-ci ildə Stanley Kipping müasir silikonu icad etmişdir. Yarım əsrdən sonra ayaq izlərinin götürülməsi üçün silikon pastasından istifadə etməyə başladılar. 1925-ci ildə Richard Drew daktiloplyonkanın əsası olan yapışqan lenti icad etmişdir. 1950-ci ildə Max Freys-Sulzer səthi izlərin çıxarılması üçün ilk dəfə daktiloplyonkadan istifadə etmişdir.